Azərbaycanın qəhrəman milləti. Bir həftədən aşkındır ki, İran Fars işgal rejimi bütün irtibat sistemlərini kəsərək, telefon, internet və başqa əlaqə və irtibat vəsilələrini kəsərək sistemli qətlanma məşğuldur və bir çox insanı şəhid etmiş, yaralamış və tutuqlamışdır. Əgər bugün bunu örtbasdır edə biləcəyə inanırsa, əlbəttə ki, bir gün bu sənədləri biz də dünya ictimaiyyətinə çatdırıb və İran işgal rejiminin dünya məhkəmələrində cəzalanıb, mühakimə olub cəzalanmasını şahid olacaq. Və ondan əlbəttə əvvəl bunu Təbrizin küçələrində cavabını verməliyik. Ondan əvvəl bunları Təbrizdə mühakimə eləməliyik. Elə Xumeyninin, bu Xameneyinin boynuna bir kəndir salaraq sürüm gətirib Təbrizdə xalqın məhkəməsində mühakimə eləyib və cəzasını verməliyik. Bu cinayət nədir? İndilik əgər silah gücü ilə güneydə soydaşlarımızı sustura bilirsə, biz bütün Azərbaycanlılara dünyanın hər yerində yaşadıqlarından asılı olmayaraq hansı partiya qulluq edib etmədiklərinə, bağlı olub olmadıqlarına, nə ideolojiyə inanıb inanmadıqlarından, hansı siyasi partinin mənsubu olub olmadığından asılı olmayaraq bütün Azərbaycanlıları güneyin səsi olmağa çağırırıq və buna görə də mümkün olduğu yaşadıkları yerlərdə etiraz aksiyaları təşkil edib Güney Azərbaycanın səsi olsunlar. Güney Azərbaycanda bu zorakılığın səsini dünyaya çatdırmaqda faal olmağa çağırırıq və eyni zamanda parlamentərlərə, jurnalistlərə, dövlət başçılarına məktub yazaraq, müraciət edərək, xəbərləri çatdıraraq, görüş alaraq Güneyin səsi olmağa çağırırıq. İran interneti kəsib də demək cinayət işlərəm deyə altından qaça bilməyəcəkdir. Bunu əlbəttə biz sürüm sürütdürüb və hesabını tək İran yetkililərindən, bu hakimiyyətə qulluq edən, bu cinayəti işləyənlərin tək-təkindən hesabatı soracaq və sormalıyıq. Güneydə isə əgər xiyaban mütləq, yəni belədir ki, bugün xiyabana çıxmaq mümkün deyil, ona görə savaş davam edir. Biz bu silah gücü ilə, bu bastırı ilə, bu qorxu ilə dalı çəkilməyəcək. Mümkün fürsətdə, mümkün şəraitdə, mümkün yerlərdən etiraz səslərimizi yüksəldəcək. Rədd olsun işğalçı Fars, Şah Şeyx Rəcəvi, Azərbaycan düşməni, pəhləvi bir şərəfdir, Xameneyi, diktator və s. şüarlarımızla İran işğalını Azərbaycandan mütləq çıxartmalıyıq. Onun üçün daha əvvəldən demək uyguladığımız hər yer əyləm yeri, hər zaman əyləm zamanı taktikinə dayanaraq Gündüzlər bozqud işarəsi, gecə bozqud səsi ilə Azərbaycanın səsi olub, xalqımızın səsi olub, etirazımızı yaşatmalıyıq müqavimətə, mübarizəyə, İran Fars işgal rejimini vurub torpaqlarımızdan çıxarmağa bir an olsun belə dalı oturmadan yollar arayıb mübarizəmizi davam etməliyik. Axşamlar qaranlıqdan istifadə edərək damlardan, parklardan, maşınlardan, hər yerdən ki mümkündür, demək, milli şüarlarımızı səsləndirərək İran Fars işgal rejiminə etirazımızı bildirməliyik. Bunun məhdudiyyəti yoxdur, buna zaman yoxdur, buna yer yoxdur. Bu hər yer, hər zaman, hər an və bu milli şüarlarımızdan çıxış eləmək hər bir Azərbaycanlının gündəmində olmalıdır. Ona görə də bütün Azərbaycanlıları İlk başta bütün Azərbaycanlılar başımız sağ olsun deyib və bu savaşdır. Savaşın təbii ki şəhid olacaq, yaralısı olacaq. Bu yola girən, bizimlə gələn, bizimlə yeriyən bunları gözə almalıdır. Özəlliklə də İstiqlal Partiyasının adından deyirik. Bu yol qanlı yoldur. Bu yol daşlı, dikənli, ölümlü, itimli yoldur. Bu yolda yeriyiriksə, bunların hamısını gözümüzə almalıyıq. Amma bunların heç birisi də səbəb olmaz ki, İran Fars işgal rejiminin cinayətlərini də qəbullanaq. Biz onun misli ilə
demek cezasını kesecek ve cezalarını çektirecek.